Ey gedən Kərbəlaya sənə var dildə sözüm. Neçə illərdir ki ağlır o ləbətşanə gözüm. Ona qurban ola oğlum, həm atam, həm də özüm. Bu ziyarət nə ziyarətdir? Biraz fərqi nə var? Var adam Kərbəla arzulayıb leyl-i nəhar. O ki şeşquşə qəbir var, yox onun oxşarı. Sənə qismət edib Allah o bağı gülzarı. Qismət oldu getdin, şükr edib qədrhü bil Kərbəla zəvvarı. Darıxmışıq da İmam Hüseyin. Aşura gəlir, Ərbəyin gəlir. Sənə qismət edib Allah o bağı gülzarı, gördün gedib çıxıbsan ora, şükr edib qədrüyü bil Kərbəla zəvvarı. Ayağın altda tozun göydə əgər qiyməti var, canuvun Allah üçün gör nə qədər qiyməti var. Məlakut aləmi bu yolda gələr xidmətüvə, silinər xeyli günahın çəkilən zəhmətüvə. Gözümün yaşı axan bəxti gözəl surətüvə, bizi də eylə dua istədiyin yarə görə. Keçər Allah bizi də qolsuz əlhəmdara görə. Bugün təvəssülümüz Həzrəti Zeynəb salamullah aleyhə. O, birdən get söz ərbəyində uşaqlar, dostlar. O çətin yolda qədim Kərbəlanı yada sal. İndi biraz rahatdır. Sən yada sal xanım Zeynəb necə gedib o yollar, o balalar necə gedib. O çətin yolda qədim Kərbəlanı yada sal. Yorulan vaxtda o yorğun üsəranı yada sal. Susuyanda susuz ölmüş şühədanı yada sal. Bu çətinliklərə güc gəl, denə ləbbeyk Hüseyin. At bütün dərdüvi, əvvəl denə ləbbeyk Hüseyin. De ki gəldim ağacan, Əkbərüvə qurban. Boğazı yarə olan Əsxərüvə qurban olun. Gözü oxlanmış ələm pərvərüvə qurban olun. De ağa, xeymələr otlandığı yerlər haradır? Bala qızlar alışıb yandığı yerlər haradır burada? Eşq. Ay mənim qardaşlarım, bacılarım, eşq odur ki, eliyə aşıqı divanə kimi. Düş o çöllərdə dolan, aşıqı məstanə kimi, özünü vur o yanan xeymiyə pərvanə kimi. Niyə? Yanmason, Həzrət Zeynəb nə çəkib bilməzsən. O gecə heyyəti Zeynəb nə çəkib bilməzsədir. Bilməzsən. Tanıdım gəl, sənə mən ki, ora qardaş haradır. Oranın ehramının rəngi bəyaz yox, qaradır, ora Kəbədir ki. Kəbədə ağ giyərlər. Oranın ehramının rəngi bəyaz yox, qaradır, oranın sahibi başsızdır, boğazdan yaradır. Düzdür ki, Kəbə bizim qibləmizin, səcdəmizin qibləsidir. Orada Kərbəla qibləmizin qibləsidir. Ora bir yerdir ki, dünyanı ora qatmayasan, orada lay lay deyəsən, ağlayasan, yatmayasan, gözümün yaşına dünya verələr satmayasan, uduzarsan. Gözümün yaşına dünya verələr satmayasan, çünki o göz yaşının müştərisi Zəhradır. Xanımın verdiyi qiymət hər iki dünyadır. Ey Hüseynin adı gəldikdə gözü yaşla dolan, gözünüzün yaşına qurban olsun. Bu Hacı Eyşən. Ey Hüseynin adı gəldikdə gözü yaşla dolan, ey Hüseynin qəminə gül üzü gül misli solan, ey xanım Fatimənin qəm gününə qəmli olan. Xanımın hər gecələr ağladığı yer oradır.
O qərib şaha əza saxladığı yer oradır. Bu o məktəbdir. Bax. Məktəb, Kərbəla məktəbi. Gör onların indi ustadları kimdir? Bu o məktəbdir. Müəllimləri peyğəmbərdir. Bu o məktəbdir. Sütuni təməli Heydərdir. Bu o məktəbdir. Onun süt verəni Kovsərdir. Bu o məktəbdir. Şəhid verdi neçə qardaşını. Bu o məktəbdir. Ölüb zillət əymib başını. Bu o məktəbdir. Onun sayəsinə din qaldı. İndi dindən danışır hamımız. Onların sayəsinə qaldı da danışırsınız. Bu o məktəbdir. Onun sayəsinə din qaldı. Bu o məktəbdir. Yəzid kafəri təxtdən saldı. Bu o məktəbdir. Hüseynin başını əldən aldı. Bu o məktəbdir ki, peyğəmbər əmanət eləyib. Bu o məktəbdir ki, qol bağlı qiyamət eləyib. Bu o məktəbdir ki, qol bağlı qiyamət eləyib. Belə fikr etdi Yəzid. Belə düşündü əvvəl. Belə fikr etdi Yəzid, səltənətin qüdrəti var. Gücü var, ordusu var, izzəti var, dövləti var. Danışan kimsələrin lal eləyən sərvəti var. Düşünürdü yetəcək hər bir işə imkanı. Batacaq çöllü biyabanda Hüseynin qanı. Belə başa düşürdü. Nə bilərdi Üsəra cürət edib söz danışar. Bu əsir ki adam düşər, o əsir danışa bilməz axı qorxusundan. Hələ də yorğunçuluq, qorxusundan bir kəlmə danışa bilməz. Nə bilərdi, bunu ağlına gəlmirdi Yəzid. Nə bilərdi Üsəra cürət edib söz danışar. Nə bilərdi xanımın xütbəsinə iş qarışar. Nə bilərdi balaca şöliyə xırman alışar. Nə bilərdi Əməvi səltənəti zay olacaq. Sarayında bu Yəzid aləmə rüsvay olacaq. Sağlığına gəlməzdi bunu. Belə də oldu. Yəzid xar o zəlil oldu o gün. Bu rəzil oğlu rəzil bir də rəzil oldu o gün. Tamaşaya yığılanlar da xəcil oldu o gün. Həmd ola xaliqə, küfrün evi bərbad oldu. Üsəra izzət o şəvkət ilə azad oldu. Qayıdır kəlbi bəlaya yenə qəm karvanı. Haccan bir neçə beyt oxuyum, tamam deyirəm. Xanım Zeynəbin gedəsin ona görə gəlirəm. Qayıdır kərb bəlaya yenə qəm karvanı. Ki ziyarət edələr 72 qurbanı. Azad oldu Üsəra, indi qayıdırlar. Hara qayıdacaqlar birbaşa Kərbalaya. Qayıdır kərb bəlaya yenə qəm karvanı. Ki ziyarət edələr 72 qurbanı. Necə çəksin qələmim nəzmə belə cəryanı. Göyün ulduzları küsmüşdü cəmaətdən o gün. Gün də batmışdı, görünmürdü xəcalətdən o gün. Bu nə məhmildir ki, sındırdı belin hər dəvəsin. Çəkə bilmir dəvələr nalə səsindən nəfəsin. Külək ahəstə müşaət eləyir nohə səsin. Xanımın nohələri hər kəsi ağlatdı o gün. Bala qızlar yorulub gözləri yaş yatdı o gün. Karvan gəlir. O müsibətlər anası imama verdi nişan. Deyəsən Kərbəlaya çatırıq Səccadcan. Bibican, hardan bildin? Deyir, bala bir külək əsdi qəfildən elədi bağrımı qan. Bu külək bilmirəm biz tərəfə hardan əsir. Amma oğlum, bu küləkdən yaralı qardaşımın ətri gəlir. Ağladı dövrün imamı. Dedi, qəlbün yaradı. Bilirəm çatdığımız məntəqə əmməm haradır. Atamın başı bədəndən kəsilən yer buradır. Sən Hüseyin aşiqisən. Ətrindən bilib. Deyir, Bibican, sən Hüseyin aşiqisən, eşqüvə qurban olaram. Yaralı gözdən axan eşqüvə qurban olaram. Məhmili saxla, səda eylədilər sərvanı. Xanım Zeynəbə bunu demək olar, buradır.
Başladı taze sətirdən yeni qəm dastanı, dövriyə aldı İmam-ı Əza karvanı. Ağlaşırlar, mələşirlər bu xanımlar yeksər, bizə lütf eylə ağa qəbr Hüseyni göstər. Ağa dedi bunlara, qəbri dedilər, ta ki qəbrə yetişə durdu xanımlar birdən, şehirdən keçirəm mən ki, acının çox vaxtına girməyim. Dedilər Zeynəbə, bax, ta ki qəbrə yetişə durdu xanımlar birdən, diyandılar. Dedilər Zeynəbə, xanım, kül yoxdur başa kül əliyək. Bizə əmr et, necə biz şahı ziyarət edəyək? Xanım dedi ki, o zaman gördüm Hüseyin Aşura günü deyir. Deyir, o zaman gördüm Hüseyin qanına yeksər bürünüb. Gözünə xeymələrin qarəti birdən görünüb. Qeyrətindən yaralı xeymiyə sarı sürünüb. İndi siz çadir qəmlə bürünüb gedməlisiniz. Ağlaya-ağlaya qəbrə sürünüb gedməlisiniz. Bir beytdə də ondan bəsdir. Özünü qəbrivə çox gec yetiribdir Zeynəb. Hüseyncan. Səbəbi Şamda gözəl qız itiribdir Zeynəb. Kərbəla dəştinə bir qəm gətiribdir Zeynəb. Zeynəbin dərdi salıb dərdin özün dərdi qəmə. Utanır baxsın ələmdarı yıxılmış ələmə. Badeyi eşqi gərək eşqə yananlar içsin. Eşq bir ölçüdür. Xəlq haqqını haqdan seçsin. Zeynəbin bir günü olmazdı Hüseynsiz keçsin. İndi 40 gündür Hüseynsizdir xanım. Həsrətə bax. Elşəna gəl qəmə bax. Qüssiyə bax. Möhnətə bax. Səlavat Peyğəmbərin gül zamanına. Allahümmə salli ala Muhammed.